Salam, bugünkü dərin təhlilimizə xoş gəlmisiniz. Deməli, təsəvvür edin ki, siz rahatca evinizdə oturmusunuz, çayınızı içirsiniz və qəflən telefonunuza bir mesaj gəlir. Orada sadəcə bu yazılıb. Evi olanların diqqətinə, cərimələnə bilərsiniz. Aha, heç bir səbəb filan yoxdur, hə? Dəqiq. Yəni, heç bir izahat, heç bir detal yoxdur. Sadəcə, qəfil bir təhdid kimi səslənir, düzdür. Gəlin bugün bunu aydınlaşdıraq. Çox maraqlı mövzudur. Həqiqətən. Yəni biz bugün o cəmi bir cümləlik xəbərdarlığın niyə diqqətimizi bu qədər tez cəlb etdiyini və belə deyək, arxasında hansı gizli mənaların dayandığını araşdıracağıq. Əslində bu, bilirsən, klassik məlumat boşluğu taktikasıdır. Yəni detalları qəsdən gizlədirlər ki, sənin məntiqi düşüncən arxa plana keçsin və birbaşa təşviş hissinə hücum edirlər. Yəni səni bilərəkdən qorxudurlar. Bilirsən, mən bu mesaja baxanda bu mənə o maşınlarda yanan qəfil xəbərdarlıq işıqlarını xatırladır. O məşhur check engine işığı, hə? Hə, eynilə. Yəni magistral yolda sürətlə gedirsən, qəfildən o sarı işıq yanır, mühərrikin harası xarabdır, heç bir fikrin yoxdur. Və bilmirsən ki, maşın indi partlayacaq, yoxsa sadəcə kiçik bir sensordu problemi yaradan? Düzdür. Sadəcə nəsə təcili hərəkətə keçməli olduğunu hiss edirsən. İçini bir narahatlıq bürüyür. Amma təbii ki, avtomobildən fərqli olaraq evinizi sadəcə yolun kənarına çəkib, necə deyərlər, kapotu açıb baxa bilməzsiniz. Hə, ev məsələsi biraz başqa cür işləyir. Dəqiq. Bizim beynimiz, yəni təkamül olaraq naməlum olanı hər zaman təhlükə kimi qəbul etməyə proqramlaşıb, xüsusilə də məsələ sənin maliyyə və ya mülkiyyət təhlükəsizliyinə gəldikdə, Aha, beyin dərhal qorunmağa çalışır. konkret detal verilmədiyi üçün də sən avtomatik olaraq ən pis ssenariləri hesablamalı olursan. Gəl burada biraz dayanaq. Çünki mən doğrudan da bəzi şeyləri anlamaqda çətinlik çəkirəm. Təbii, buyur. Tutaq ki, mən evimin vergisini vaxtında ödəmişəm, bütün sənədlərim tam qaydasındadır, yəni heç bir problem yoxdur. Bəs niyə mediada sadəcə klik yığmaq üçün yazılmış bu cür bir cümlə məni bu qədər narahat etməlidir? Çünki qorxunun təməli tamamilə realdır. Yəni, sadəcə qorxu yaratmaq üçün qurulmuş bir xəbərdarlığı ciddiyə almalıyıq. Məsələ bu cümlənin diqqət çəkmək üçün yazılmasında deyil əslində. Məsələ onun bizim daxili qorxularımızı necə dəqiq nişan almasındadır. Bəli, bu başlıq bəlkə də klik cəlb etmək üçündür, amma sən hər şeyi düzgün etdiyini düşünsən də, reallıqda qanunvericilik daim dəyişir. Dəyişir, hə? Heç xəbərimiz də olmur bəzən. Tamamilə düzdür. Məsələn, qonşunun qəfil şikayəti, bələdiyyənin yeni qəbul etdiyi standartlar, həyətindəki sənin bəlkə də heç fərqinə varmadığın hansısa kiçik dəyişiklik, bunların hər biri xəbərin belə olmadan sənə cərimə kimi qayıda bilər. İnanılmazdır. Deməli, biz çox vaxt mülkiyyəti azadlıqla səhv salırıq. İnsan elə bilir ki, ev aldısa vəssalam. Bu, onun tam sərbəst olduğu şəxsi qalasıdır. Əfsuslar olsun ki, reallıq elə deyil. Sənin dediklərindən belə çıxır ki, ev sahibi olmaq heç də asudəlik deyil, əksinə daim yenilənən böyük bir qaydalar şəbəkəsinin içinə düşmək deməkdir. Mülkiyyətin ən böyük illüziyası da elə budur əsasən. Sahiblik, yəni o evin sənə aid olması sadəcə bir qeydiyyat vəsiqəsindən ibarət deyil. Bəs nədir əslində? Bu, dövlətlə və hüquq sistemi ilə bağlanmış, ömrünün sonunadək davam edən bir müqavilədir. Üstəlik, şərtləri bizdən asılı olmadan çox tez-tez yenilənən bir müqavilə. Hə, yəni sən qaydaları özün yazmırsan. Dəqiq, o qısa xəbərdarlıq mətni bizim şuuraltımızda yatan həmin acı həqiqəti oyadır. Yəni, qanunu bilməmək və ya yeni dəyişikliklərdən xəbərsiz olmaq heç kimi cəzadan xilas etməyəcək. Başa düşdüm. Yəni o bircə cümlə bizə sistemin o görünməz əlini xatırladır. Ev sənindir, amma qaydaları sən müəyyən etmirsən. Bəli, nəyəsə sahib olmaq həm də onu qorumaq məcburiyyətini öz üzərinə götürməkdir. O daxili qorxu hissi sənə hər zaman bu məsuliyyətini xatırladır. Görünür, bu xəbərdarlıq sadəcə bir clickbait olsa da, ev sahibləri üçün çox ciddi bir oyanış zəngidir əslində. Deməli, mülk doğrudan da daimi diqqət və məsuliyyət tələb edir. Bir mənalı şəkildə belədir. Bütün bunlar məni çox fərqli bir sualla baş-başa qoyur və istəyirəm ki, siz də bunun üzərində biraz düşünəsiniz. Əgər sadəcə bir evə sahib olmaq bizə xəbərimiz belə olmayan qəfil cərimə riskləri və qanuni tələlər yarada bilirsə, Ki yaradır.
Bəli, yaradır. Görəsən, gündəlik həyatımızda sahib olduğumuzla öyündüyümüz daha hansı şeylər var ki, əslində bizə səssizcə belə ağır məsuliyyətlər yüklüyür? Bu gün bu dərin təhlildə bizimlə olduğunuz üçün təşəkkürlər. Gələn görüşədək.